Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakçın, insan psixologiyası metodisti. Baxırsan ki, 90-cı illərin mövzusu da bu olacaq. İnsanları belə deyək, 90 dedikdə bir 2000-dən az təbii ki, nəzərdə tutulacaq. Siz də bunu belə başa düşün. Evlənməyə, ailə qurmaqdan qaçırlar. Çünki bilirlər ki, tam planlamamış addım sonradan bunların boşanmasını gətirib çıxacaq. Bəzi insanlar var ki, təbii ki, 2000-dən yuxarı, aşağı yox. Təvəllüddə olan adətən uşaqlar sayılır da 2004, 5, 6, 7, 8 belə. Evlənməyə can atmaq, ailə qurmaq. Baxırsan qız uşaqda 17-18 yaşda sən gedib təhsil, karyera planlaması almaqdan ailə qurmağa qaçırlar. Sən onsuz boşanacaqsan. Çünki 24, 25, 26, 30-a yaxın yaşlara çatdığı anda təbii ki, sən dərk edəcəksən. İndi sən dərk etmirsən. İndi sən sıfırsan. Zəifsən beyin cəhətdən. Çünki düşünmə, analitika hələ tam formalaşmır. Və insanların əksəriyyəti də bu plansızlıq səhvinə görə boşanma hallarını çox şiddətli şəkildə artır. Çünki xarakter bilmək yoxdur. Elə ad olsun ki, filankəsin qızı evləndi, oğlu evləndi. Da bilmirsən ki, kül sənə başa, boy verə soxumsan. Bəlkə də araşdırmamısan, bəlkə hər hansı bir növ bir zibilin biridir, səni də pis vəziyyətə qoyacaq. Və insanların plansızlıq, diqqətsizlik səhvinə görə zamanla baxırsan ölkədə bir 10 il əvvəldən boşanma statistikası ildə 500 saydaydısa, artıq bəlkə də 1000-i də keçib. Azı 1000. Çünki xırda bir kiçik detallara görə ziddiyyət, konflikt yaranırsa, demək xasiyyət tam olaraq bir-birini tarazlaşdırmır. Bu qədər. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir. Çalışın, heç zaman tam dəqiqləşdirməmiş ailə qurmaq addımı atmayın. Qoşulmaq istəyənlər seanslara şəxsi mesaj bölməsinə məlumat verə bilərlər.